valideyninə qarşı necə övlad oldunsa, bu genetik koddur. Övladın da sənə qarşı o cür övlad olacaq. Və dinimizin belə deyək, ən böyük günahlardan saydığı məsələlərdən biri də valideyni atmaq demir ha, ağ valideyn olmaq. Elədir. Valideynə cavab qaytarmaq, valideyni eşitməmək, ona qarşı kobud davranmaq. Əgər Peyğəmbər yaşasaydı və ona deyilsəydi ki, filan kəslər valideynini atıb, nə deyərdi? Görəsən, İslam Peyğəmbəri nə reaksiya verər? Doğrudur. Yəqin ki, o valideynlərini atanları ümmətindən saymazdı. Və mən həmin şəkildə deyirəm ki, həqiqətən elə iki Əhl-i Beyt nümayəndəsi olaraq demək istəyirəm ki, Peyğəmbərimiz mütləq və mütləq deyərdi ki,